Salam aleykum dostlar, xoş gördük hər birinizi. Baba Talks'un növbəti sezonunun ikinci çəkilişindəyik. Birinci çəkilişdə Rafiqlə partlatdıq və indi partlatmaq üçün ikinci qonağım var. Qonaq, xoş gəlmisən. Xoş gördük. Nətərsən? Yaxşıyam, sağ olsun, nətərsən? Zor. Yaxşıyam, əlayam. Demə, əvvəldən deyim ki, gördüyünüz kimi burada bizə stolun üstündə yeniliklər var, suallar var. Sualların məğzu ondan ibarət ki, biz bu dəfə artıq daha çox müzakirə formatlı edəcəyik. Müzakirə formatlı edəcəyik. Sual, indi kimsə qonaq, ya mən, ya Hüseyn abi sualı götürür, oxuyur. Birinci sualı oxuyan yox, dinləyən cavab verir, sonra da sualı oxuyan cavab verir. Düzdürmü? Və Günel bizə qəşəng burada suallar hazırlayıbdır. Təxribatçı suallar, bir neçəsini belə görmüşük, ağır suallardır. Mən oxumadım, nəfsimi saxladım. Rəsməni qatlayanda kömək elədim, amma oxumadım. Bu dəqiqə oxumağa çalışıram. Hə, hazırsanmı? Hazıram. Yallah, buyur. Qonaq olaraq birinci səndən başlayaq. Bəli, Baba Talks'a demokratiya gəldi. Bəli, Baba Talks'a demokratiya gəldi. Açan kimi ağır bir sual. Kişi və qadın bir-birinə hansı dəyərlər ötürməlidirlər ki, münasibət davamlı olsun? Allah! Mən hiss edirəm ki... Mən gedim, sən davam elə və bir saat danış bu haqda. Mən düşünürəm ki, həqiqətən bu sual... Belə deyək də... Sualı hazırlayan özünə də soruşacağıq mı? Çəkənə, dinləyənə? Yox, o rahatlıqdan belə suallar qoyub ki, bir-iki o cavablandırmalı deyil. Və inanıram ki, o da bizdən hardasa razıdır. Belə deyək də, hansı dəyərləri təşviq etməlidir ki, nə? Dəyərlərim, kişi və qadın bir-birinə hansı dəyərlər ötürməlidirlər ki, münasibət davamlı olsun? Qısa cavab verə bilərəm açığı. Razı olacaqsınız, yoxsa yox bilmirəm, amma mənim fikrimi soruşursunuzsa. Deməli, dəyər nədir, ora girməyəcəm, amma yəqin ki, hiss deyə burada mənasında olur. Çünki dəyərin özünə geçsə daha dərin olacaqdır. Qadın ehtimal ki, kişiyə ötürməli olduğu, yəni kişi nə eşitməlidir, qadın nə görməli və yaxud da eşitməlidir. Qadın kişiyə ötürməli olduğu şey ehtimal ki, hörmətdir, anlaşıqlıqdır, anlaşmadır və itayətdir. Mən bu sözü bir də deyəcəm. Qoy məni döysünlər, söysünlər, nə desinlər desinlər. Bugün bu söz niyəsə təhqir kimi ifadə olunur, amma məncə bu çox önəmli bir şeydir. Razılaşma deyək də buna, razılaşma. Kişi də qadına ötürməli olduğu şey anlayışdır, sevgidir, diqqətdir, qayğıdır, bunlar olacaq əsasən. Çünki hər ikimizin münasibətdən gözləntilərimiz var. Nə qədər rollarımız dəyişsə belə, kişinin gözləntisi odur ki, o prosesi aparmaqda daha çox meyillidir. Gözlənti nədən formalaşır, hardan qaynaqlanır? Niyə belə gözləntimiz var? Çünki mən düşünürəm ki, bu dünyanın hər yerində belədir. Baxırıq da videolara. Ruslar da eyni şey deyir, türklər də eyni şey deyir, ingilislər də eyni şey deyir. Kişilər yoxsa qadınlar? Yox, yəni qadın da kişi də fərqi yoxdur. Yəni bütün podkastlarda kişinin daha çox artır bu söhbətlər. Kişinin hörmət gözlədiyi, qadının da sevgi gözlədiyi hər tərəfdə niyə? Məncə bizim elə bir səbəb demək lazım ki, artıq qəbullanıqdır qardaş ki, kişi bunu gözləyir, qadın. Onsuz da qəbullanmaq deyəndə ki, bax, belə də biz bunu belə bismasın hardan deyə bilərik ki, yaşanlıqdan demək olar ki, keçmişdə belə olub. Bunlar onu qəbul eləmirlər onsuz da. Mən düşünürəm sadəcə bizim fitrətimiz belədir. Kişinin fitrəti bir cürdür, qadının fitrəti bir cürdür. Sadəcə biz belə bismasın. Biz dirəşməklə deyil ki, biz eyni deyilik onsuz da. Burada sual yoxdur. Ümumiyyətlə biz fərqliliyimizi qəbul etmək, xoşbəxtliyin açarı münasibətdə fərqliliyi qəbul eləməkdir. Fərqlilik var. Məncə fitrətimiz fərqlidir. Sən nə fikirləşirsən? Mən də onu fikirləşirəm. Yaradılış formu, mən yaradılış deyirəm, kimsə hər kəsinə başqa. Nətərsə yaradılmışıq da nəticə itibarilə. Mövcudluğumuz belə deyək də, mövcud halımız fərqli olduğu üçün gözləntilərimiz də fərqlidir. Bu qədər yəni. Məncə elə gündəlik rutinlərimizə baxsaq zaten fərqli olduğumuz anlaşılır. İki fərqli bir şey varsa, elə ki, iki dənə bitki var, ikisi də fərqlidir. Biri günəşi daha çox lazımdır, günəş çox lazımdır. Su çox da vermək lazımdır. Birindən çox su lazımdır. Yəni bu ikisi də bitkidir. Su istəyən hansıdır burada? Su yumşaq bir şeydir. Məncə su istəyən qadındır. Əslində hər iki şey ikisi də istəyir. Dominantlıq məsələsi var. Kişi də sevgi istəyir əlbəttə. Qadın da məsəl üçün hörmət istəyir əlbəttə. Bunlar ikisi də var onsuz. Yəni bu sadəcə ona hörmət, sadəcə sevgi deyil, amma biraz daha qabartılası odur. Müdrik qadınlar belə deyim də, yəni o gözəl bir söz vardır ki, əgər sən kraliçə olmaq istəyirsənsə, yoldaşına kral kimi davranmalısan. Burada kimyada belə bir şey vardı, STP vardı, standard temperature. Yəni bir sual soruşanda ya da o pi dəyərini soruşanda mötərizədə yazılır, riyaziyyatda pi dəyəri 3.14 götürülür burada deyə ki, ona əsasən davam elə. Burada da əlbəttə ki, bu adekvat, normal insanlardan gedir. Yəni çox üzr istəyirəm bir
nəsə deyə bilməyəcəm kimi bir kobud bir kişiyə qadının nə itaati gözlənilər, nə də onun işte rəhbərliyi gözlənilir ki, zaten eləyə bilməz. Burada zaten normal iki insandan gedir söhbət. Mən bir dənə prosta bunun açıqlamasını verim. Bilirəm ki, bura şey gələcəkdir də. Mən itaət deyəndə nə başa düşürəm? İtaət demək hər şeyi qəbul etmək demək deyil. Yəni çünki bir insan səndən qeyri-adekvat bir şey istəyirsə, sən onu eləməli deyilsən. Bu normaldır. Mövzu itaət odur ki, bir maşında 2 nəfər varsa, biri maşını sürür. Yəni sən deyənməsən ki, biz ikimiz də bunu sürürük. Mən buna çox da inanmıram açıqda. Mən nə yalan, bəlkə səhv düşünürəm, bəlkə ola bilər ki, mən səhv düşünürəm də. Mənim fikrimi soruşsan, sadəcə kimsə maşını sürməlidir, düzdür? Və mən də düşünürəm ki, burada kişi maşını sürməlidir. Çünki qərar vermə bu prosesdə onu inkişaf etdirir. Mənim son 5 ildə eşitdiyim ən yaxşı cümlə və bunu həmişə təkrarlayacağam ki, biz mağaradan çıxmışıq, mağara içimizdən çıxmayıbdır. Həqiqətən mağara bizə nə tədbir verirdi ki, biri vuruşur, nəsə evə ət gətirir, digəri də abu-havaya baxır. Bu gün ikisi də vuruşur və ikisi də evdə və burada artıq üçüncü bir var, hansı ki evdəki abu-havaya baxır, amma o ailə üzvü deyil, o dayədir və yaxud xadimədir. Ona görə abu-hava bu gün dağılır. Ona görə mən dediyim odur ki, bu prosesdə adekvat insan, bax şərt STP adekvat insanlar. Adekvat insan odur ki, əlbəttə ki, hansısa bir vacib qərarlardır, bunlar müzakirə edirlər, istişarə edirlər. Burada sual yoxdur, amma kimsə qərar verməlidir bu prosesdə. Ona görə normal kişi bunu aşağı-yuxarı bunu istəyəcək. Bu normal bir şeydir. Kimsə istəmirsə, o deməkdir ki, o normal deyil. Bəlkə də normal deyil deyənmərəm. Amma ki, hər halda orta statistik kişinin ehtimal ki, istədiyi şey budur. Normaldır. Amma ki, bununla bir yerdə bu kollektiv müqavilədir. Ki, sən bunu istəyirsənsə, bunun müqabilində sən bunu da eləməlisən. Ya sən deyənməzsən ki, bir dənə gəl bunu elə. Ona görə bunu elə bir açmaqsadır bu məsələni ki, bu sadəcə kör gözünü yumub nə deyirsən eləyəcəm deyə bir şey yoxdur. Bu adekvat bir yanaşma olmalıdır, amma ki, bunun müqabilində sənin məsuliyyətlərin var. Zaten hər deyiləni eləyən insanın da doğru dəyərləri yoxdur deməkdir. Yəni hər şeyə, hər tərəfə əyilir, büzülür, bükülür deməkdir. O da zaten doğru bir. Next question. Görək görən nə yazıb bizə. Sual 17. Aha, qəşəng sualdır. Bu dövrdə özünü tapmaq prosesi necə dəyişir? Necə dəyişir bu dövrdə? Yəni əvvəl özünü tapmaqla indiki özünü tapmaq prosesi necə fərqlənir? Yəni ki, bu sualdır. Məncə əvvəlki dövrlərdə seçim az idi. İndi seçim artıb, bu var. Əvvəlki dövrlərdə qarşılaşdırma az idi, indi qarşılaşdırma artıb, bu var. Yəni elə bir ki, tərəzinin gözlərinə yeni daşlar qoyulub. Artıq yəni mən özümü daha az insanla qarşılaşdıranda daha rahat taparam özümü, amma tam tapacaqkən bir başqasını da görürəm, deyirəm ki, bəlkə belə bir də bunu yoxlayım. Məncə belə bir çətinlik gətirir. Yəni zaten bu dövrün çətinliyi çoxluqdur. Çoxluğu içərisində seçmək. Adi ən sadəsindən paltarın belə çox olmağı insana bir çətinlik gətirir deyə belki də. Yeməkdə seçim çoxdursa bu çətinlik vaxt alır. Yəni onu seçmək deyirlər ki, o zəngin insanlar tək rəng geyinirlər həmişə. Mən həmişə qara tişört geyinəndə zarafatla dedim ki, Acun, Cem, bir də mən biz qara geyinirik falan. Rahatdır da, yəni o şeylər seçmək asandır. Ona görə bu dövrün gətirdiyi çətinlik seçimin çox olmağı və qarşılaşdırmanın çox olmağıdır məncə. Ona görə də işimiz çətinləşib. Daha usta olmamız lazım, daha çox kənardan dəstək almamız lazım. Ona görə peşəkarlar, coachlar, psixoloqlar burada belə deyək də meydana onlar girirlər ki, onlar sənin bu çətinliyi asanlaşdırsın, fokusunu bir yerə yığsınlar, səni bir tanısınlar və sənə desinlər ki, hey, onlar var, amma sən ora baxma, sən bura bax. Yes, çox razıyam. Yəni bu dövrün çətinliyi çoxluqdur. Çoxluğun amma bir neçə şey var da, dimensionu var. İstiqamət və yaxud da mərhələsi var. Hə, misal üçün çoxluğun biri odur ki, seçimlər çoxdur. Çoxluğun biri odur ki, məlumat çoxdur. Çoxluğun biri odur ki, suallar çoxdur. Hər şey çoxdur da bu gün. Amma az olan həqiqətən də özünü tapmış və ya ərimiş və ya heç olmasa hansı bir mərhələyə çatmış insanlardır. Mən ən çox işlədiyim mövzuda belə bir mövzud tapdım. Əslində sənin sahəndir bu. Nə baxımdan deyirəm? Yəni təlimlərdə də onu deyirəm də. Məsələn, mən son 1 ildə nə qədər həqiqətən də bu prosesdə bir yerə çatmış insan tanımışam. İnanırsan, bir əlin barmağı qədər saya bilərəm. Yəni ki, həqiqətən bax filankəs 5 nəfər ola yoxsa yox. Amma baxmayaraq ki, hamı bundan danışır, hamı bunun vacibliyini qeyd edir. Yəni burada sual yoxdur. Mənə görə problem həm də ondan ibarətdir ki, insanlar özlərini qəbul eləmirlər, olduqları kimi. Problem orada. Belə bir problem orada başlayır ki, mən özümü olduğum kimi qəbul eləməliyəm ki, bu prosesə başlayım. Qəbul etmirəm deyə kimsə kimi olmağa çalışıram və yaxud da daha pis bir şey özümə yalan danışıram.
olduğundan bu prosesdə biz elə orta fırlanırıq da. Məsələn, niyə görə bu qədər psixoloqların ehtiyacı yaranır da, həm də insanların daxildə ciddi problemləri var. Bunun da səbəblərdən biri özünü qəbul etməməkdir. Yəni ona görə hüzurun açarı ehtimal ki, qəbullanmaqda başlayır. Deyir ki, qədərə iman et, kədərdən əmin ol. Ayda qəşəng söhbətdir. Bir dənə elə bir düsturdur o türklər demiş, kılı tərəyadan çəkər gibi. Qədərə iman et. İndi bunu bir də izah edək. Bəlkə adamlar bunu qəbul etmədilər, başa düşmədilər. Bilmirəm zaten. Yəni öyrəndiyim bu. Gəlmişəm ki, sən soruşun. Dünən əzbərləmişəm. Qədərə iman et, kədərdən əmin ol o deməkdir ki, yəni ümumiyyətlə səbəblər dairəsində biz üzərimizə düşəni eləməmiz lazım. İslamiyyətdəki baxış budur ki, qövli dua, feili dua, qövli dua əlimizi açıb istəməyimiz, feili duada hərəkət eləməyimiz. Yəni, tam dünyaya uyğun səbəblər dairəsində. Deyir ki, sən bunu elə, nə olarsa nəticəyə qarışma. Bu da təvəkkül anlayışıdır. Nəticəyə qarışma. Nəticə nədirsə ona iman et, onu qəbullan. Əgər bunu qəbullansan, bu sənin qədərindir demək ki, yəni alın yazın budur. Onu qəbullandığı zaman artıq kədərə yer qalmayacaq yəni. Çünki qəbullanmadığın zaman da onsuz dəyişə bilmirsən, savaşa içində fırtınalar, yəni tsunamilər içində və huzursuz bir adamsan. Amma qəbul etdiyin zaman deyirsən ki, elhamdülillah, demək ki, haqqımda xeyir olan buymuş, ya Allah, yola davam. Möhtəşəm bir şeydir yəni. 100%. Təvəkkül ümumiyyətlə bu gün Allahın bizə verdiyi ən güclü alətlərdən biridir. Kəsinliklə. Mən bir mentim var, mən burada demirəm. Bunu bir gün çox üzr istəyirəm, unutma lütfən sözünü. Bunu bir gün bizə bir application formasında, bir nə bilim seminar, təlim formasında satacaqlar. Qəlb bizə bunu satacaq bax. Şuraya yazıyorum türklər demiş. Var da kişi var da şeydir. Təvəkkül adını ayrı şey qoyurlar. Nə deyim ona? Nə qoyurlar Allah? Şükranlığa giriblər də. Şükranlıq nə? Şükranlıq o deyil, təvəkkül deyil şükranlıq. Yox, indi onlar təvəkkül. Okey, gəl bunu fikirləşək də. Sən sözünü kəsdin, bağışla oradan da. Birinci dəfə deyil ehtimal, axırıncı dəfə də olmayacaqdı. Mən də onu eləyəcəm aslında. Sıxıntı yoxdur. Belə deyim də. Zamana buraxmaq və yəni zamanı buraxmaq da deyil o. Yox, indi onlar necə? Yox, bizim başa düşməyimiz ayrı şeydir. Onlar o necə hansı qəlbə qoyurlar, bu ayrı şeydir. Təvəkkül deyəməzlər axı. Ən gülməlisi sən nədir? Bu yaxınlarda o qarışıq. Sən ümumiyyətlə hər zaman inandığım bir şey var ki, düzdür, biraz mövzunu dəyişirik də. Ən pisi ortada olmaqdır. Məsələn, vinigret formasında insanlar var da. Məsələn, o gün bir dənə şey görmüşəm ki, deyəsən yoga coachdur nədir və onlar nə edirlər? Zikr edirlər. Zikr necə olur? Sən prosesi izah edin. Qızlar və oğlanlar əllə tutulub Allahın adlarını çəkirlər. Belə. Təxminən. Və yaxud da şey edirlər. Subhanallah, elhamdülillah və Allahu Ekber deyirlər. Məsələn, zikr edirlər də. Və bu əllə tutulub baş verən bir hadisədir və dairədə otururlar. Və deyirlər ki, ümumiyyətlə zikr eləmək İslama zid xas bir şey deyil. Sən müsəlman olun bir də bunu eləyə bilərsən. Nə qədər absurd olduğunu başa düşürsən prosesin. Ona görə də bu vinigretlik çox böyük problemdir. Yəni təvəkkül də indi adamlar bu gün təvəkkül deyənməzlər, axı təvəkkül üçün sən bunu qəbul eləməlisən. Ona görə kainat var, ona görə ayrı sözlər var. Bir də o gün məsəl bir nəfər dinləyirəm, adam danışır. Adam həm İslamı prizmadan danışdı, həm kainat prizmasından danışdı, həm yogadan danışdı. Bu ortada olmaq çox pis şeydir. Bu çox ciddi bir şey yaradır da. Bəlkə də mən məsələyə biraz baxıram. Axtarış içərisində də elə deyək də. Bizə düşən nədir? Dua eləmək. Dua eləmək, inşallah ki. Dua eləmək. Okay. Yəni, bəlkə də onun bir ucundan tutub, burada nəsə var deyib, bəlkə davam edəcək o yolda. Davam edək. Buyurun. Mənim növbəmdir. Bəli. Növbəti təxribatçı sual. Buna cavab verə bilərsən, çünki atasan. Uşaqların ailə mühitində öyrəndiyi ilk emosional dərs nədir? Emosional dərs nədir? Nə bilim, yəni onu İlyasdan soruşmaq lazımdır. Çox qəribə bir sualdır, hə. İlyasdan onu soruşmaq lazımdır. Hazırlayan özü də uşaqdır. Yəni ehtimal deyə bilərəm ki, birinci dərs ola bilər ki, ağla verəcəklər. İlyas üçün yoxsa ümumiyyətlə? Mənim ayrı müqayisə eləmək. Lüksüm yoxdur, bir dənə oğlum var hələ ki. Ona görə də cümləmizin içində. Ehtimal ki, ağla verəcəklər və yaxud da həyatda hər şey sən istədiyin kimi olmayacaqdır. Mənim oğlumun prizmasından elədir. Onu öyrənirsə yaxşıdır. Çalışıram. O üçün söhbət düşüb, deyir ki,
Falan yerə getsən deyirəm ki, yox, boykotdur. Falan yerə getsən deyirəm boykotdur. Deyirəm onu İlyas izah eləməmişəm. Deyirəm ora məcbur məni aparır. O çətin məsələdir. Ona görə şeydir. Mənə sənin sualın maraqlıdır. Bu daha təcrübəlisən. Hə, cavabın. Mən də indi uşaq sayına görə bir eynik orada. Emosional dərs nədir? Məncə bu ailədən ailəyə dəyişər. Nə olmalıdır olsaydı cavab başqa olardı. Dəyiş də. Sual dəyişim. Əlbəttə əlimizdə deyil. Emosional dərs məncə dəstək olmalıdır. Uşaq anlayış olmalıdır. Şəxsiyyət fərdi olduğunun fərqindədir valideynlərim, mənim şəxsiyyət olduğum bunu almalıdır. Bunu almalı, güvəndə hiss eləməlidir uşaq. Ümumiyyətlə, bu çox vacib bir şeydir. Uşaq güvəndə hiss eləməlidir. Məsəl üçün, bax, küsmələr, uşağa trip atmalar var da, sən əgər bunu eləsən, gəlməyəcəm ata axşama belə, anan səni qoyub gedəcəm, qonşuya verəcəm, filan kəsə verəcəm falan. Uşaq onda dünyası dağılır, xəbərimiz yoxdur. Uşağın dünyası dağılır. Elə bir ki, hər səhvdə o an tərk edilə bilər, yəni. Çox bərbad bir şeydir. Yəni, ona görə uşağın ilk alması gərəkən dərs, emosional dərs məncə odur. Yəni, dəstək görüldüyü və güvən hiss eləməlidir. Mən deyirəm, məndən nətərdir? Mən İlyasa, düzdür, mən deyəmirəm ki, mən ideal valideynəm qətiyyən, amma çalışıram. İdeal olmaq yox, valideyn olmağa çalışıram. İlyasda ilk dərsimiz ehtimal ki, odur ki, İlyas başa düşür ki, o qərarının məsuliyyətini daşıyır. Misal üçün, bədəl. Gedək bura yoxsa bura. Deyirəm ki, İlyas, bunu alaq yoxsa bunu alaq. Deyirəm kişi yox. Birini seç. Məsələn, ən rahat case deyirəm, kinoya gedirik. Deyirəm kinoya getməsən deyir ki, hə getmək istəyirəm. Bu kinoya getməsən, hə bu kinoya istəyirəm. Amma sən bilirsən də bu bitməmiş çıxmaq olmaz. Hə, deyirəm ki, yəni ondan əvvəl də mızıldamaq olmaz. Başa düşürsən, sən bu qərar sən vermisən bir yerdə məndən. Hə, vəsə. Artıq qəbul edir ki, o kinoya girirsə, o deyəməz ki, Torul mənə darıxdırıcı, mən çıxmaq istəyirəm. Çünki mən baxıram, sənlə bir yerdə qərar vermişik, biz axıra kimi bunu baxacağıq da və yaxud da filan yemək almışıq, filan yeməyi hazırlamışıq, sən bunu axıra kimi və yaxud filan oyuncaq almışıq. O başa düşməlidir ki, bunun hər qərarın məsuliyyəti var və ona qatlanmaq lazım. Mən bunu təşviq edirəm. Nə qədər alınır yoxsa yox bu ayrı sualdır, amma ideyam ondan ibarətdir. Zaten niyyət varsa o mütləqi formalaşır. Niyyət varsa, yəni hal hərəkətindən uşaq mütləqi təsir edir yəni. Amma uşaq konkret öyrədir. Növbəti bu yekə sual açım, yekədir bu. Bir paraqraf. Qalın. Yadımda qalmayacaq bu yekə sual. Yəni uşaq tərbiyəsi. Uşaq tərbiyəsində valideynin davranışı və sözləri arasında fərq çox olur. Sizcə uşaqlar daha çox hansına təsirlənir? Deyilənə yoxsa görülənə? Burada sual yoxdur. Senin prizmasında. Gözəl bir söz var idi, Türkiyədəykən eşitmişdim. Deyir ki, hərəkətlərin qulağımı o qədər narahat edir ki, dediklərini eşidə bilmirəm. Bir də dənə. Hərəkətlərin qulağımı o qədər narahat edir ki, dediklərini eşidə bilmirəm. Bu əslində mənim qabağımda bir adam desə ki, Hüseyn filan şey eləmə, amma özü eləsə, mən sadəcə adamın olduğu statusuna görə bilsəm ki, dediyi şey düzdür, mən onu eləyərəm. Çünki mən artıq ağlı kəsən bir adamam və nə eləyirəsin özü bilər, amma mən düzü götürərəm. Amma uşaq o şeydə deyil, uşaq o aradakı fərqi şey deyə bilmir, analiz eləyəcək yaşda deyil zaten, ona görə uşaqdır. Və həmən daha rahat olan nədir? Elənəni kopyalamaq daha rahat. Çünki deyilən söz unudula bilər, amma gördüyü şey, vizual olaraq gördüyü şey unudulmur. Həmən başlayacaq onu eləməyə. Yəni, o fərq uşaqda böyük bir travma yaradır və valideynə qarşı güvənilirlik aşağı düşür. Valideynin reputasiyası düşür burada, qətiyyəti düşür. Uşaq da evdə qətiyyətli bir valideyn istəyir. Məsələn, valideyn uşağı deyir ki, divanda tullanmaq olmaz. Sonra uşaq da tullanır, uşaq zaten tullanmalıdır yəni. Və valideyn heç nə demir. Uşaq deyir ki, ata dedi, ana dedi ki, olmaz, elədim, heç nə demədi. Nə eləmək lazımdır onda? Nə deyirsənsə onun arxasında durman lazım yəni. Amma birinci şey də sorğulamaq lazım. Yəni divanda uşağın tullanmağı pisdirmi, yaxşıdırmı? Yəni nə olar ki, tullansın da yəni. Məsələn, onda qətiyyətli olduğun şeylərdə ehtiyatlı olmalısan. Yəni dediyin şeylərdə ehtiyatlı olmalısan ki, bu dediyim şey məntiqlidir yoxsa yox. Məsələn, mən oğlum 3 yaşında falan idi, dil çıxarırdı. Hardasa görmüşdü, kimləsə görmüşdü. Mən dedim ki, oğlum, olmaz dedim ki, dil çıxartmaq. Sonra özüm dedim ki, niyə olmaz ki yəni? Nə olur ki, dil çıxaranda? Tüpürmür eləmir də kiməsə. Sonra sən başladın dil çıxartmağa. Bərabər başladıq dil çıxartmağa. Deyirəm də. 7 dəqiqə sonra da bir daha eləmədi yəni. Sakitləşdi. Yəni özüm orada yəni ilk o özüm özləşdim. Niyə dil çıxartmasın ki uşaq yəni? Nə var ki burada? Uşaq da dil çıxartar yəni. Ona görə o dediyimiz şeydə də amma birinci məntiqli olması lazım, sonra da qətiyyətli olmaq lazım. Amma ümumiyyətlə biz belə bildiyimiz hər şeyi eləyə bilməyəcəyik. Dedim mən ideal ata deyiləm falan. Amma zaten elə bir niyyət lazım, bir dənə niyyət lazımdır.
yaxşı valideyn olmaq niyyəti lazımdır. Ardı zaten gəlir. Biz bildiyimizin müəyyən faizini tətbiq edə bilirik onsuz da. Yes. Robot deyil ki, nə kodladıq, dıp qeyd eləyəcəm hamısını. Müəyyən qədər ona görə bildiyimizin sayını artırmalıyıq ki, tətbiq elədiyimizin sayı da düz mütənasiblə artsın. Bu çox vacib məsələdir. Ona görə hər gün oxumaq lazımdır, izləmək lazımdır, öyrənmək lazımdır. Razıyam. Mən əlavə işləm yoxdur. Mən razıyam. Like elədim sizə cavabı. Mən səndən fərqli olaraq çox incə suallar seçirəm. Buna da cavab verə bilərsən. 30 yaşdan sonra insan nəyə daha çox dəyər verməyə başlayır? Özünə. Özünə. Net. Qısa və konkret, net özünə. Çünki 30 yaşdan sonra 30 yaşdan kimi ehtimal ki, özünü təsdiq etməyə çalışırsan. Özünə, cəmiyyətə, həyat yoldaşına, ailənə. 30 yaşda yaxın başa düşürsən ki, bir dəqiqə təyin görməyim, bu prosesdə mən də varam, mən də insanam. Ona görə 30 yaşdan sonra özün təsdiq, özünü qayğı ilə dəyişir. Onda belə bir dənə sual verim. Özünü təsdiq, özünü qayğı ilə cümlə bitdi. Üzr Bəs bu ancaq 30 yaşdan sonra mı olar? İndi bunu videonu izləyən 27 yaşındakı bir gənc, 25 yaşındakı bir gənc, bu arada 29-da bitir gənclik, 30-da artıq gənc sayılmırsanmış. 35-də. 30. Qanun versiyası 29-dur. 35 idi, çəkdilər 29-a. Bir abırsız, onda biz konkret axsaqqal. Sərxanla elə bir video çəkmişdik. Azərbaycanda gənc olmaq, orada baxmışdım. 27 yaşındakı bir gənc baxanda nə deməli ki, mən də 30 gözləyim, yoxsa indi elə bilərmi onu? Burada önəmli olan şey probektdir. Probekt. Yəni mənim bir aç bunu biraz daha. Mənim bir şərikim var idi. Xəyyam müəllim, Allah can sağlığı versin. Bəlkə Xəyyam müəllimi tanırsan, Rəfili. HDP-də mənim bir şərikim idi. Xəyyam müəllim deyirdi ki, mən baxanda deyirdi ki, Toğrulun yaşı falandır, amma onun probeki çoxdur. Mənim probegim çox olduğundan, məsələn, mənim 37 yaşım var, amma mən 37 yaşlı insanlarla çox da rahatam. Yox, mənim probegim 40 neçədir. Dəqiq 40 neçədir də. Ağsaqqal kimi hiss edirəm özümü həqiqətən. Yəni yaşanmışlığım çox olduğundan, təfəkkürüm az olmadığından. Məsələn, o gün nə oldu? 37 yaşımdan bağlı bir post paylaşmışdım və orada bir 10-15 dənə dərs götürmüşdüm. Atam zəng gəlib ki, filan kəs deyir sən postunu göndərib. Sən deyir fəlsəfəçisən ki, gəl bir söhbət eləyərik. Atama qəribəcə ki, oğlu belə şeylər yazır da. Buna görə yaşanmışlıq çox vacibdir. Oğlum sən nə yaşamısan? Mənə də yazan var ki, sən bu bir ildə nə yaşamışsan? İndi sən bilirsən də mən nə yaşamışam. Ona görə də bu prosesdə məncə yaşanmışlıq çox vacibdir. Yəni ona görə də bu 25 yaşında ola bilər. Bəli. Bu 25 yaşında qəşəng cavab idi. Amma hər halda da mənim elə məsələn insanlarla ən çox işlədiyim mövzulardan biri dəyərlər mövzusudur. Gördüyüm odur ki, 30-dan sonra adamlar özünü təsdiqdən özünə qayğıya keçirlər. Ona görə özünü qayğıya keçəndə artıq ətraf dəyişir, davranışlar dəyişir, hərəkətlər dəyişir. Çünki sən başa düşürsən ki, artıq həyatın mərkəzinə, hardasa mərkəzinə yaxın Targovu olmasa belə Nərimanova özünü qoyursan. Ki, mən də varam, da qardaş, mən də varam. Olmaz bunu belləmək. Ona görə insan sağlam olmağa başlayır, toksiklikdən uzaq olmağa başlayır, öz istədiklərini etməyə başlayır. Bu bizə qəribə gəlir. Öz dediyin öz nəfsini qoymaqdır ortaya, yoxsa öz və özünə dəyərləri? Yox, öz şəxsiyyətini deyə bilərik. Nəfs deyil illah ki. Sən atıram da, sən 10 il toksik bir müdirlə işləmirsən, deyirsən ki, mən artıq bunu istəmirəm. Bu məni yorur. Dostum Elçin var, Elçin Həna, onun Çözüm adlı bir kitab var. Orada da onu qeyd edib, çox qəşəng bir yanaşması var Elçin. O deyir ki, bu dövrdə insanlara özünü sev vurğulanır çox. Bizim insanımız zaten özünü sevir, hətta artıqlaması ilə sevir. Rüşvət alacaq qədər sevir, başqasının haqqına girəcək qədər sevir, başqasına haqsızlıq eləyəcək qədər özünü sevir. Orada problem yoxdur. Yəni onu deyir, yanlış vurğulanır. O mənada dedim ki, yəni özünü ortaya qoymaq nədir? Ancaq mən, dünya mənim ətrafımda dönür. O çünki oradakı özünü sev daha biraz egoistikdir. Burada biraz daha belə safdır. Sən özünü qayğı, özünü qucaqlamaq deməkdir də. Yəni və mənim özünün də haqqını vermək ki, bəli, ay sağ ol. Və mənim kimi yarış atları, mən özümə ayrı bir ifadə tapa bilmirəm. Mənim kimi yarış atlarına bunun çox ehtiyacı var. Yəni sən bu gün tutaq ki, mənim kimi insanların evlənmək istəyinin səbəbi həm də ondan ibarətdir ki, sən başa düşürsən ki, səni sakitləşdirəcək bir adama ehtiyacı var. Sən pit stopa, limana ehtiyacın var ki, səni qayğı eləsin, sakitləşdirsin ki, okey, sakitləş, yaxşıdır, rahatlaş. Yəni bu, çünki 2 dənə yarış atı bir evdə yaşaya bilməz. Yaşaya bilər, o münasibət uğurlu olmayacaqdır. Yarışarlar. Yarışmaqdan başqa, hərəsi öz yarışında olacaqdır. Hətta bir-birindən yarışmasa belə. Ona görə də yəni bu şeydə 30-lardan sonra məncə bu çox önəmli bir şeydir, çox vacib bir şeydir. Bəlkə hətta 30-lardan sonra həyatın bağlı ayrı bir podkast çəkmək lazımdır.
My turn. Deməli, Yine yekə bir sual. Allah. Dedi gənc Osman. Yəni sən də cavab verə bilərsən, mən də cavab verə bilərəm, amma babat sual. Ya bundan bir saat danışa bilərik də, yəni. Hazır mısın? Boşanma artımının əsas səbəbi nədir? Bağla kameraları. Next. Dəyərlərin dəyişməsi yoxsa dözümsüzlük? Oyda, nə qəşəng sual. Buyur abi. Həzm edə bilmədim. Boşanma artımının əsas səbəbi nədir? Əsas səbəblərindən ikisi burada. Faizdə bir qatqımız olub, töhfəmiz olub statistikada. Dəyərlərin dəyişməsi yoxsa dözümsüzlük? De cavab ver. Aha. Mən öz şeyimdə desəm, öz situasiyamda case gəldi ağlıma, situasiya gəldi. Öz halımda necə deyim Azərbaycanca? Misalımda. Öz misalımda, təşəkkürlər. Öz misalımda desəm dözümsüzlük yox idi, dəyərlərin dəyişməsi də yox idi. Özümü çox az deyib sonra ümumuma keçəcəm. Bizdə biraz şeydir, yəni məsələn mən özümü tanımadan evlənmişdim. Ki mən necə bir insanla xoşbəxt olaram. Çox yaxşı bir insan idi. Hələ də uşaqla bağlı mövzularda danışırıq, dialoqdayıq və münasibətimiz yaxşıdır. Azərbaycan standartlarına çox-çox tərs olacaq qədər yaxşı, mədəni bir şəkildə ayrılmışıq. Amma ümumda götürsək, dəyərlərin dəyişməsi də var. Evlənəndən sonra insanların dəyərləri dəyişir. Amma bu ola bilər, bax, evlənmədən də ola bilər. Yəni 25 yaşındakı Hüseynlə 35 yaşındakı Hüseyn, bayaq da özünü cavablandırdın ki, ondan sonra müəyyən qədər fərqləndim deyə. Amma bax, bu doğru insan olduğu zaman sən dəyərlərin dəyişsə də sən hələ də ondan davam edə bilərsən. Uyğunlaşırsan hardasa. Dözümsüzlüyün də zaten olmaz. Yəni boşanmaların artmağının səbəbi bir dəfə bir yoldaş nişanlanmaq ərəfəsində idi, mənə dedi ki, müəllimlə tövsiyə edirsiz falan. Dedim ki, onu boş ver, özünü tanı. Biz nə deyirik? Qarşı tərəfi tanı. Bəli, o önəmlidir. Amma tanımaq birinci özümüzdən başlayır. Yəni sən evlilikdən gözləntin nədir? Sən necə bir insansan, nə emosionalsan, sevgi dilin nədir? Sən qucaqlanmağı sevirsənsə, o sevmirsə, siz alınmayacaq sizə. Yəni sən hər gün onu istəyəcəksən, dilənəcəksən artıq bir yerdən sonra və s. və s. Dilənəcəksən yoxsa dirənəcəksən? Dilənəcəksən. Çünki dirənmək bitir, bir yerdən sonra dilənmək başlayır. Sonra bəlkə təkrar dilənmək. Heç birisi də işə yaramır. L-r fərqi yoxdur. Dilənmək, dirənmək. Ona görə də birinci oradan özümüzü tanımamız lazım ki, mən xarakterim nədir, mən kiməm? Çünki bəzi insanlar var ki, mənə görə evliliklə, yəni bir başqa adama görə evlilik eyni olmaz. Mən evə gələndə huzur istəyirəm. Məsələn, sən deyirsən ki, mən yarış atı kimi qaçım, sonra gəlim limanda bir sakinləşim. Sən evlilikdən gözlədin olur. Bir başqası bəlkə deyir ki, gəlim istəyiməyimi qoysun qabağıma, bəsdir. Bəlkə də bu sadəcə bunu istəyir. Ona görə gözləntilər fərqlidir deyə insan öncə özünü tanımalıdır. Yəni boşanmanın artma səbəbi insanların özünü tanımaması, sevginin nə olduğunu bilməməsi, evliliyin içinə nələr daxildir bilməməsi, sevdiyi insanla belə nələr ola biləcəyini bilməməsi və bu bilməməzliklər gətir axıda boşanmaya çıxarır. Hətta mən sizə deyərdim ki, boşanmaların bəziləri, İslamiyyətdə belə bir şey var, deyir ki, boşanma Allahın ən sevmədiyi halaldır. Çox ağır bir cümlədir bu. Allahın ən sevmədiyi halaldır. Çünki ailə dağılır. Uşaq, məsələn, mən deyirəm, çox yaxşı ayrılmışıq. Dünyanın ən yaxşı ayrılığı belə olsa, bizim uşağımız müəyyən qədərdə minimum da olsa travma alıb yəni. Çünki ata-ana bərabər deyil artıq. Bunu niyə açıqca deyirəm? Özümü anlatmaq üçün də mənim həyatım heç də önəmli deyil heç üçün, amma biraz daha ehtiyatlı olmaq lazımdır. Ən azından evlənməmiş olanlar izləyirsə, çox daha ehtiyatlı olsunlar. Yəni bu bilinməzliklər gətirir axırda ayrılığa çıxar. Hə, onu nəyi deyirdim? Boşananların bəziləri bəlkə də qurtarıla biləcək ailələr idi. Amma yenə bilinməzliklərdən biri də o idi ki, indi biz nə etməliyik? Bir yerdən sonra egolar girir ortaya. Sən deyirsən ki, gedək psixoloq, o deyir ki, sən get. O deyir ki, gedək psixoloq, sən deyirsən ki, sən get, məndə problem yoxdular, başlayır və s. və s. Yəni ona görə o qədər bu məsələdə biz cılız düşüncəyə, dar düşüncəyə, balaca bir düşüncəyə sahibi ki, yəni anaları, qızları analar bu mövzuda yetişdirməlidir. Doldurmalıdır yox, yetişdirməlidir. Atalar da oğlanları yetişdirməlidir. Təbii ki, özü də bilirsə də, yəni mən bilmirəmsə olma nə verim. Yəni o şeyə hazırlamaq lazımdır. Yəni bizdə hazırlıq nədir? Babat cehiz, hər şeydə, yəni hər şey hazır cehiz. Pulu var, yox. Heç önəmlidir. Hər kəs tapır. Təhsilə tapılmayan pul məsəl üçün ora tapılır. Atalar da məsəl üçün yaxşı bir dənə toy edeyim, rasisk araq olsun, nə olsun falan, hər şeyin bahalısından olsun. Fiziki olaraq hazırlıqlar var. Amma bir ana fikirləşim ki, mənim qızım görəsən
bir qadın kimi, bir ana kimi, bir yoldaş kimi hazırdırmı evliliyə? Ya da bir ata onun dərdini çəkirmi? Yəni o qədər arxa background o qədər boşdur. Bomboşdur. Allah Allahla gedirik də. Yəni Allah Kərimdirlə gəlir ki, Allah deyir ki, qulum, səndən hərəkətdə, yəni biraz bir şeylər elə, mən də sənə bir kömək edeyim. Mənim bir dənə sualım var. Buyur. Bəs belə pismasın, bəyəm bizim valideynlərimiz evlilikdə özlərini daha yaxşı tanıyırdılar ki, onlar da belə pismasın, inanmıram ki, bizdən daha yaxşı tanıyırdılar. Çünki kriteriyalar az idi, Torul. Mənim bugün istədiyim şeylə sənin atan onu deməyibdi böyük ehtimal ki, mən yarış atıyam, evə gələndə mənim bir dənə limanım olsun. Onu deməyib böyük ehtimal. Nə deyib biz? Deyib ki, gəlim evə, evdə uşaqların təmiz olsun, ev təmiz olsun, yemək hazır olsun. Bunlar da pis şey deyil, yanlış deyil demirəm, bunlar da yanlış demirəm. Amma sadəcə onlar olub yəni. Əlbəttə ki, məsələnin mənəvi tərəfini keçmirəm, onlar zaten var idi. Amma fiziki olaraq da gözlənti olub. Amma sən onu gözləyirsən ki, səndən hansısa kitab barəsində söhbətləşsin, inkişaf eləsin, bərabər oturub podkast dinləyəsiz, izləyəsiz, podkast da çəkəsiz, səyahət eləyəsiz, pəncərə kənarı olsun, həm də ucuz olsun. Yəni sən çox şey istəyirsən. Çox şey, bugünkülər çox şey istəyir, hə, eləmi? Əlbəttə ki, daha çox şey istəyirik. Hə, bu istəmək də haqqımızdır, istəyə bilərik. Yəni bu çox normal bir şeydir. Yəni istəmək Çox ağır oldu. Hə. Onu da saxlayaq. Yo. Özün soruşmusan sualı. Yəni ona görə istəmək normaldır. Deyir ki, Allah verməyi istəməsəydi, istəməyi verməzdi. Yəni istəməyimiz bizi son illərdə, son illərdə ən çox özümü rahatlaşdırdığım cümlə budur. Ki Allah ürəyinə qoyubsa demək nə olacaq? Yox, əlbəttə ki, istəyə bilərik. Yəni yaradan da bizə bu istəməyi veribdi, istəyək. Amma o istəyə uyğun çalışmaq lazımdır. Mən də istəyirəm ki, bizdə var çox bizə müraciət edirlər. 2 ayda ingilis öyrənmək istəyir, B2 səviyyəsində, A1-dir. Çox şey istəyirsən, çalışman lazım. Ona görə biz də istəyə bilərik, amma oturub bir dənə fikirləşmək lazım ki, mən nə istəyirəm, necə bir yoldaş istəyirəm. Mənim bir sualım var, özümə də sual verirəm, sənə də sual verirəm. Bu qırılma nöqtəsi harda oldu görəsən? Hansı qırılma nöqtəsi? Sən bax, bizim valideynlərdən bizə keçən bir dövr oldu da, düzdür? Hardakı boşanma şeydə raket sürətindən artdı. Bilmirəm bu artıb, düzəlib yoxsa yox. Artmaqdan başqa yox. Bu dayanıbmı yoxsa yox, onu bilmirəm. Çünki artmağını bilirdim də. Görürsən harda oldu ki, biz nəyi düzəltməliyik ki, yoxsa bu belə də olmalıydı? Bir dənə səbəbi yoxdur, Torul. Bunun məsələn iqtisadi tərəfi var. Ondan sonra sosial media tərəfi var. Bizim valideynlərimiz daha pis yaşırdı deyə bərkidilər, yapışırlar bir-birlərinə. Eləmi? Yəni pul az idi deyə daha çox biz təhlükəsizliyi düşünüb boşanmırdıq. İndi pul daha çoxdur deyə rahat boşanırıq. Pula ehtiyac daha çoxdur. Pula ehtiyac daha çoxdur. O zaman alternativ də yox idi. Yəni məsəl üçün deyək ki, hamı 2 yerdə işləyə bilərsən, nə bilim, qadın da işləyə bilər. Düzdür, qadın da işləyirdi, o ayrı məsələ, amma işləmə nisbəti aşağı idi. Elə bir hər kəs öz rolunu oynayır. Hər kəsin sənin bir atanın 1-2 dənə rolu var idi, onu yerinə yetirirdi. Ananın 1-2 dənə rolu var idi, onu yerinə yetirirdi. Çünki məsələn bu gün ananın işləməyən bir ana üçün deyirəm, evdə uşağın tərbiyəsi ilə məşğul olmağı çox daha çətindir. Artıq 15 dənə şey aşmalıdır ki, uşağa tərbiyə versin. Ata da 27 dənə şey aşmalıdır ki, uşağı kursa göndərsin, bura şey eləsin. Yəni artıq beyinlər də artıq çox yüklənib. Hələ indi bayaq o dediyimiz o təvəkkül məsələsi də yoxdursa, rahatlama yoxdursa, qənaət yoxdursa, bizim olanımız budur, buna şükür eləyək bugün üçün. Bu da yoxdursa, davamlı daha çox istəyəndə onsuz da beyinlər məşğuldur, yüklüdür. Və müqayisə də artır. Üstünə bir dənə də müqayisə, indi o sosial şəbəkə dediyim oydu. Yəni sosial şəbəkə göstərir ki, bax qonşunun falan şey var, falan qohumun falan şey var, falan kəsin falan şey var. İndi o falan kəs o falan şeyin arxasında nə yaşayır, xoşbəxt deyil, ona heç kəs baxmır da. Və düşür evdə qırğın. Müdriklikdə yoxdursa, ağırlıq, o şeyin ağırlığı da yoxdursa, düşür qırğın. Yəni ona görə bir dənə məsələ deyil. Yəni falan şey oldu, ekonomika çətinləşdi, bu deyil. Dəyərlər azaldı, gözləntilər fərqliləşdi. Bax, məncə bu gözlənti mövzusu çox vacibdir. Yəni, gözlənti də məncə aşağı olmalıdır. Bizim ailədən gözləntimiz, bəlkə də mənim də səhvim var ha. Gözləntimiz odur ki, evlənəcəm, hər şey heç bir problem çıxmayacaq. Mən hər evə gələndə yarış atı kimi yarışdan gələcəm, o da məni rahatlaşdıracaq. Abi onda bir yarış var. Adım at qal deməm, hə. O da mən də o atlardan biriyəm. Ona görə öz aramızda. Bağla kameranı baş-başa bir bağlayaq. Yəni məncə gözləmsə mənim nə yadımdadır? Bir neçə il bundan əvvəl şey olanda, pandemiya demək, devalvasiya, birinci devalvasiya olanda mənim mamamın reaksiyası yadımdadır. Mən məsələn təşviş içində, ayda nə olacaq, öldük, dağıldıq, inoplanetyənlər gəldi bizi apardılar. Mamam dedi ki, ha nə olacaq ki, yəni biz onsuz bunu yaşamışıq da 90-cı illərdə, problem yox. Biz onsuz bunu duruşu görürsən. Çox rahat. İndiyə kimi yadımdadır. Nə var ki, mənim totu nə var ki, yəni problem yoxdur, keçəcək nəsə bunu. Bu çox vacib şeydir. Yəni ümumiyyətlə təşviş yox idi.
Bəlkə bu təcrübədən gəlir. Bir də yanaşmadan ki, nəyimiz var, ondan da kifayətlənəcəyik. Bu gün amma biz kifayətlənmirik. Biz daha çox istəyirik. Bu da partlayır hardasa. Çünki bizə o aşılanır ki, yarışmalısan, onda keçməlisən, bunda keçməlisən və şərt qoyulur. Bunu eləməsən xoşbəxt olmayacaqsan. Çünki bura bax, mən bunu bütün hamısını Molla Nəsrəddinin bir anekdotu ilə izah edirəm. Hə. Onu danışım, sonra Günel xanım əl qaldırır orada. Verdiyi sual yetməyib, bir dənə sualı şərtlə düşmək istəyir. Bu Molla Nəsrəddinin biz deməli atam Türkiyədə yaşayırdı, işləyirdi orada. 90-cı Molla Nəsrəddin yoxsa sən atan? Mənim atam. Molla Nəsrəddin atasını bilmirəm. Ola bilər onun da atası, çünki Nəsrəddin Hoca orada da vardı. Axşamlar işıqlar sönürdü. Bu böyük bir nemət imiş. O vaxt deyirdik, əsəbləşirdik. Saatla verilirdi Balakəndə. Bütün rayonlarda elə deyəkin ki, biz də axşam anam, mən, qardaşım ya Qurani Kərimin Azərbaycanca tərcüməsini oxuyurduq, ya da Molla Nəsrəddinin anekdotlarını oxuyurduq. Maraqlı bir ikili. Çox maraqlı bir ikili. Amma o anekdotlar gülürdük o gün üçün, amma baxırdın ki, həqiqətən dərin fəlsəfə imiş. Molla Nəsrəddin bir gün bir samanlığın qabağında nəsə axtarır, orada eşələnir, belə deyək, ifadə kobud çıxmadı inşallah ki, eşələnir. Oradan keçənlər də bütün anekdotlarda elədi, kimsə ona sataşır, o da cavab verir. Deyirlər ki, Molla nə axtarırsan? Deyir ki, samanlıqda iynəmi itirmişəm, onu axtarıram. Deyirlər ki, samanlıqda itirdiyin iynəni burada niyə axtarırsan? Deyir, orada çox qaranlıqdır, ona görə burada axtarıram. Möhtəşəm. Möhtəşəm. Biz başqa yerdə itirdiyimiz xoşbəxtliyi, huzuru başqa yerdə axtarırıq. Babat. Başqa yerdə və tapa bilməyəcəyik. O samanlığa qayıtmadığımız müddətcə, itirdiyimiz yerə qayıtmadığımız müddətcə tapa bilməyəcəyik. İşte o samanlıq buradır. Hər kəsin samanlığı buradadır. Ora nədir? Öz. Mən nə istəyirəm? Məni nə xoşbəxt eləyər? Mən gerçəkdən arxasınca qaçdığım şeydirmi? Arxasını qaçdığım şey huzurdur. Amma bugün mən filan şeyin arxasını qaçıram. Odurum məni huzura aparan. Yoxsa o olsa da, olmasa da huzur ola bilərmi? Burada əsla və əsla maddi olaraq artmayın şeylərini demirəm. Bugün bir neçə iş görməyə çalışan, pul qazanmağa, daha çox pul qazanmağa çalışan birisi olaraq deyirəm bunları. Amma ən azından ona şey kimi baxa bilirəmsə, Əbu Hənifə Həzrətləri olur, söhbət eləyərkən gəlib birisi qulağına bir söz deyir ki, gəlib birisi deyir ki, sənin fırtına olub gəmilərin batdı, deyir ki, əlhəmdülillah deyir. Sonra birisi gəldi ki, birazdan deyir ki, batan gəmilərdən səninki batmaymış da başqalarına kimi, yenə əlhəmdülillah deyir. Oradakılar soruşurlar ki, necə oldu? İki fərqli şey, ikisinə də əlhəmdülillah dedin. Deyir ki, birincisi o dedi ki, batıb gəmin, ürəyimi ölçdüm, görüm, üzüldümmü dünya malına, üzülmədim, ona əlhəmdülillah elədim. Sonra gəldi ki, batmayıbdı, yenə əlhəmdülillah dedim, baxdım ki, sevindimmi, baxdım ki, yenə sevinmədim, dünya malıdır, işte ona əlhəmdülillah dedim. Çox dərin söhbət. Biz Əbu Hənifə... Orada deyiləm, onu deyən başlamış, mən orada deyiləm. Mən də deyiləm, o ayrı, amma bu bir ölçüdür, bu bir üfüq xəttidir. Benchmarkdır, bəli. Biz nə deyirik? Mən əminəm ki, Toğrulun hədəfi bu milləti dəyişməkdir, dünyanı dəyişməkdir. Tabii bu xırdadan başlayır. Sən niyə çabalıyırsan bu qədər? Hamısını pul üçün eləmirsən, əminəm. Əgər pul üçün eləsən, durmuşum gedim. Yox. O sağ özümə vermişəm. Otururam onda. Sağ ol. Demək ki, sənin bir xəyalın var da, bir beynində bir möhtəşəm, böyük bir xəyalın var. Bəlkə də ona çatmayacaqsın, amma onun uğrunda qaçırsan. Mən də bəlkə də, amma ən azından bu teorik olaraq bilməliyəm ki, Hüseyin, səni dünya malı xoşbəxt eləməyəcək. Onları da eləməyib, səni də eləməyəcək. Qazanmağa çalış, amma buna bir barmağının ucundan yapış. Amma geri qalan iki əlindən başqa yerdən yapış, buradan yapış, burada axtar. Bilirsən, məsələ nədir? Bizim məncə bu gün ən böyük yalanımız odur ki, bir misalla sənə deyim bunu, bəlkə bunu danışmışam, bu ən çox istifadə etdiyim son illərdə, aylarda cümlə bunu deyirəm ki, bəlkə bunu danışmışam, həqiqətən, amma bəlkə bunu babata danışmışam, sorry. Deməli, kim olmusan çıxışında, breakdə mənə bir oğlan yaxınlaşdı. Cavan oğlandı, belə sevincək mənə yaxınlaşdı ki, Toğrul müəllim, nəsə oradan buradan, Toğrul müəllim, bir dənə sual verim də, biz necə xoşbəxtlik tapaq və s. ondan danışacaqsınız? Qarqaşa belə baxdım, dedim ki... Mən tapmamış. Yox, dedim ki, sən ümumiyyətlə bilirsən ki, biz bu dünyaya xoşbəxtlik üçün göndərilməmişik. Belə söndü. Dedim, sən Quran-ı Kərimdə xoşbəxtlik sözü neçə dəfə keçibdir? Deyir, yox. Dedim, yəni, ya bir dəfə, ya iki dəfə qeyd. Orada da o ayədə qeyd olunub ki, xoşbəxtlik cənnətdə olacaqdır. Belə baxdı. Yəni adamın dünyası çökdü. Dedim, yox, çökmə, dayan. Yəni biz bu dünyada xoşbəxtlik axtaraq deyə indi axtaraq. O mümkün deyil. Biz hüzur tapmalıyıq. Ona görə mən incə söz dəyişdim ki, gəl hüzur üzərindən gedək də. Hüzur nə vaxt olur?
çox rahatdır da. Allah Subhanahu taala Quran-Kərimdə deyir ki, qəlblər sadəcə Allahı zikr etməklə rahat taparlar. Həqiqətən elədir bu. Bir dənə sadəcə məsələn mən çox xoşuma, Rəhman surəsi çox xoşuma gəlir. Rəhman surəsi məncə möhtəşəmdir də. Rəhman surəsinin şeyinə baxıram. Orada bir dənə yer var da, deyir ki, Allahın göndərdiyi, təxminən belə ki, Allahın göndərdiklərini hansı İndi bunun dəqiq tərcüməsini şey eləyərəm ki, hansını qəbul eləmisiniz, hansı sizdə şey yaradır. Həqiqətən də bizim problemimiz odur ki, biz bu gün düşünürük ki, daha çox əldə etsəm, daha çox xoşbəxt olacağam. Ən fundamental problem budur. Budur. Yəni mən təlimlərdə də bunu deyirəm. Deyirəm ki, siz elə fikirləşirsiniz ki, Azərbaycan xalqı qazancının yanına bir dənə sıfır qatsaq daha xoşbəxt olacaq. Olmayacaqdır. Olmayacaq qardaşlar. Yaşamışam bunu. Ehtimal sən də qazanmısan. Mənim yadımdadır, mən 2009-cu ildə $400 maaş alırdım. O vaxt $400 idi. Nəsə 800-700 manat idi nəsə də. Mən pul qurtarmırdı. Pul qurtarmırdı. Ora xərcdə, bura xərcdə xoşbəxt idim. İndi mən onun neçə qatını qazanıram, onun neçə yox. Onun neçə qatını qazanıram. Bəlkə də onun neçə qatını qazanıram, amma hər halda mən o qədər xoşbəxt deyiləm. Yəni ona görə də biz bu gün başa düşməliyik ki, birinci şey əldə etmə bərabər deyil xoşbəxtlik. Xoşbəxtlik daha çox sən demiş, hüzurla gəlir. Hüzurda da özünü tanıma, özünü qəbullanmadan başlayır. Biz düşünürük ki, biz qəşəng bir qızla evlənəcəyik və biz xoşbəxt olacağıq. Ki inşallah ola bilər. Ya da yaraşıqlı bir olanla. Hə, ay sağ ol. Amma bu yəni amma mərz ondan ibarətdir ki, insan özü-özündən xoşbəxt olmadıqca digərinə xoşbəxt olmayacaqdır. Bəli. Zaten o evlilikdəki o sualı da unutdum. Günel xanım, siz unutmadınız sualınızı. Əla. Evlilikdə də odur, yəni sən gözləməməlisən ki, falan kəs gələcək, məni xoşbəxt eləyəcək. Yəni fərdi olaraq ikisi də tamamlanıb, ondan sonra birləşə bilər. Zaten problemlər olacaq öz aralarında da. Normaldır. Günel xanım, buyurun. Mənim sualım odur ki, məsələn, bir tanımaq, nə bilim, gözləntiləri müəyyənləşdirmək, sosial medianın təsirləri və s. hamısına razıyam. Amma adam bu qədər xaosun içində necə, hansı formada olsa başqa özünü tapmalıdır? Nə istədiyim, gözləntiləri necə müəyyənləşdirməlidir? Mən qısa cavabım var. Yəni mən həqiqətən indi bu sual yəni ki biz yazacağıq kam eşitsin də bu sualda. Bəlkə çox belə bir tərəfli çıxacaqdı da. Mənim gəldiyim nəticə odur ki, həqiqətən insan sadəcə Rəbbini tanıyandan sonra özünü tanıya bilər. Rəbbini tanımalısan ki, bu prosesdə bəlkə yerlər dəyişə bilər, amma məncə birinci həqiqətən də Rəbbi yəni nə üçün yaşadığını, sənin yaratdığın kim olduğunu, sənin nə üçün yaratdığını başa düşməlisən. Buna uyğun oyunun qaydaları müəyyənləşdirilir. Oyunun qaydasını başa düşəndən sonra və səndən nə gözləndiyini, necə yaradıldığını anlayandan sonra sən rahatlıq əldə edə bilərsən. Bizim bu gün narahatlığımızın səbəbi ondan ibarətdir ki, bir çox insanın nə üçün yaşadığı məlum deyil onların və necə imtahan olunacağı məlum deyil. Adam bunu qəbul eləmir və bunu düşünmür də. Yenə də bir də ki, burada ən önəmli şey, biz bunu təlimlərdə çox danışırıq da. Biz fiziki olaraq öz ehtiyaclarımızı qarşılayırıq, amma biz ruh ehtiyaclarımızı qarşılamırıq. Məsələn, mən təzə bir şey öyrənmişdim. Sən demə, insan bəzələrdə ac olanda, susuz olanda elə fikirləşir ki, ac oldu. Acı yemək yiyirəm, onun yeməyi yox, suya ehtiyacı var imiş. Eyni şəkildə bir çox insandan bu gün şəhərdə sorğu aparsan, deyəcək ki, burada bir boşluğum var, bunu heç sənə doldura bilmirəm. İçir, çəkir, X, Y, Z edir, amma doldura bilmir və yaxud da unudur. Məsələn, niyə görə atıram gəlib içir? Çünki unutsun bu boşluğu. Bu boşluq da ruhun boşluğudur. O ruhun boşluğu da içki və siqaretlə və X, Y-dən dolmur. Şeylə də dolmur, pulla da dolmur. Düzdürmü? Buna görə də bu ruhu, niyə görə bu gün insanlar bu qədər yoga eləyir, meditasiya eləyir, səyahət eləyir, dağa qalxır, dağdan özünü atır ki, o boşluğu doldursun. Bunun da cavabı ehtimal ki, bilmirəm o nə qədər realdır. Məsəl üçün mən düşünürəm ki, səyahətdə belə, kitab oxumaqda belə və s. ruhu qidalandırma var. Amma ruhun adaptörü yaradanla əlaqədir. Bu ayrı variant yoxdur da. Yəni sən belə pısmasın, meditasiya və yoqada və X, Y-də də belə onun adını yaradan qoymasan belə, nəsə qoyursan ki, böyük bir qüvvə var. Kainat qoyursan, kosmos qoyursan, nə qoyursan. Amma həqiqətən ruhun qidalanması, biz ən sadə bir şey deyim də, son dəfə nə vaxt azan eşitmisiniz? Azan eşitdə necə bir rahatlıq gəlir insana. Desən ki, ayda. Nəsə elə bir, həqiqətən bax, mən hansısa bir cəmaət namazında olanda həmişə eyni hiss yaşayıram. Deyirəm ki, mən elə bir toka taxdılar. Yəni istəyirsən yoxsa. Elə bir mən toka taxdılar. Özə tək namaz qılanda yox ha. Cəmaət namazında məscidə gedirsən, elə bir sən toka taxdılar ki, uyda. Zor. Məndə həqiqətən belə hiss gəlir ki, yəni bu ya mən özümü aldadıram və dəliyəm, bu bir variantdır. Ya da doğrudan da bizim hiss etdiyimiz bir şey var ki, ona heç nə bir şey vermir. Və bu da oradan gəlir. Bizim bax məncə bunu danışmalıyıq ki, bizim ruh deyilən bir anlam var.
Onu görmək şərt deyil ki, biz hər gördüyümüzə inanmırıq ki, onsuz da. Görmədim, sevgi görmürsən ki, onsuz da. Ruh dediyimiz bir şey var. Biz bunun aclığını doldura bilmədiyimizdən biz bu gün xoşbəxt ola bilmirik. Çünki ruh isyan eləyir. Bunun da bir dənə, 2 dənə, 3 dənə yolu var və bu da qeyri-maddi anlamlardır. Deyir ki, emosional danışdım sonra. Yox, maraqlı idi. Deyir ki, əzəliyə tənzimlənmiş bir mövhumu, ruhu keçici, müvəqqəti bir şeylə xoşbəxt eləməyə çalışırsan. Bəli. Ruh əbədiyyət daha doğrusu. Bəli. Əzəli və əbəd. Yəni əbədiyyətə tənzimlənmiş bir mövhumu, ruhu keçici, müvəqqəti şeylərlə doyurmağa çalışırsan, o da doyulur. Hə. İndi əlbəttə ki, mənim cavabım nə olardı Güney xanımın sualının, sənin sualının cavabının yanında bir şey qalmadı çox da. Mən deyirəm ki, yəni o harda başlayır məsələsi bir ölçü vahidi olmalıdır. O aidiyyət duyğusu var ha. Adi sən sürdüyün maşının markasından qabaqda bir dənə maşın görəndə elə bilirsən onu vura da bilərsən, yəni. Problem yox, əmoğlu da elə bil. Ya da sənin rayonundan filan kəsə işləndə bir doğmalıq yaranır. Bəlkə də görmək istəməyəcəyin bir adamdır ha, yəni. Bir aidiyyət duyğusu bundan çıxa bilmərik, yəni bu var, yəni ya da öz millətindən birisi və s. Eyni paltar giyinən, çox basit bir şeylərdə belə bir aidiyyət duyğusu yaşana bilir. Ona görə o hisslərin də bir ölçü vahidi olması lazım. İnsan özü də bir ölçü götürə bilər. Bəşəri ölçülər var, nə bilim, hansısa bir duyğu düşünü, ideologiyanın ölçüləri var, din var. Mən də biraz da sən əsas İslamı dedin, mən də o yolu seçmişəm, ayrı məsələ. Amma hər kəs, bu videonu izləyən hər kəs də inanclı olmaya bilər. O deyək, qardaş, İslamı sənə qalsın, mən onu istəmirəm, başqa yol dinləmənə. Bir yoga ola bilər, meditasiya ola bilər. Zaten onlar da insanın spiritual tərəfinin, spiritual deyəndə daha cool səslənir, spiritual deyim, biraz da American pronunciation. Amma ruh deyəndə biraz yaxşı olmur. İndi o spiritual tərəfləri doyurmağa çalışırlar, sayğı duyuram, nə gözəl. Ən azından adam özünü kəşf edib, axtarışdadır, özünü kəşf edirdir ki, mən nəsə eləməm lazım. Yəni özünü dəyişməyə, düzəltməyə, doyurmağa çalışan adam öpüb başa qoyulası adamdır. Ona görə məncə müəyyən bir ölçülərə getmək lazım, yoxlamaq lazım. Baxdım, bu yox, bu da mən getdim, o da axtarışdayıq da zaten. Axtarırıq. Kimin sual idi? Mən deyirəm, ya sən deyirsən? Mən vermişdim, məncə axırıncı dəfə sual. Yekə sual almışsın. Mən yekələri yox, sən vermişdin. Boşanma falan söhbəti vermişdin də. Amma sən cavab verirsən. Mən sən soruşuram indi. Sən sual verirsən, hə. O böyüyü sən saxlamışam. Az qala gedirdi ortada. Valideynin uşağa yaxşı oxu deməsi ilə oxumağı sevdirə bilməsi arasında fərq nədir? Məncə sən cavab ver, bu məndir. Mən hələ onu başa düşmürəm. Məncə Sərxan cavab versin. Sərxan, canlı bağlantı Sərxan İstəmovun kanalına abunə ol. Hə, buyur abi. Yaxşı oxu deməsi ilə oxumağı sevdirə bilməsi arasında fərq nədir? Yaxınlarda bir dənə video izlədim. Orada göstərir ki, ata uşağına qışqırır, niyə oxumursan, mən buralara oxuyub gəlmişəm, oxumalısan və s. Evdə də baba var. O çıxır, deyir ki, oğlum, əsəbləşmə uşağa, nəvəsində də, əsəbləşmə deyir. Deyir ki, amma ata mən belə eləmişdim, oxumuşdum falan. O da qayda deyir ki, çünki evdə mən də oxuyurdum oğlum. Sən mənə baxıb oxumuşdun, amma sən oxumursan, uşağın da oxumur. Yəni, yəqin ki, o, bəlkə də bir dənə elə bir sual var, səhvədən öyrənsə. Öncə insan oxumağı sevdirmək, oxumaqdır. Yəni, sən evdə oxuyacaqsan, deyəcəksən ki, oxuma saatı, məsələn, çox gözəl bir şeydir, yəni. Ailənin kitab oxuma saatı. Sevməsə də uşaq oxuyacaq, yəni. Sonra soruşacaqsan ki, məsələn, mən uşaqlara sevdirərkən bu variantı yoxluyordum. Nə öyrəndim? Biraz o öyrənmiş olmağın, yeni bir şey bilmiş olmağın dadını ona daddırmaq üçün bir-iki dənə sual soruşacaqsan, o da sənə cavab verəcək. Cavab verməyindən bir egosu xoş olacaq və biraz daha kitab oxumağa qarşı sevgisi arta bilər. Mən bir şey deyim, buradan bilməm, biz izləyəcək Elmirə xanım Məmmədova yoxsa yox, mən Elmirə xanım tanısan yoxsa yox, yüksəliş müsabiqəsindən. Çox intellektual bir adamdır. O gün bir meetupdaydıq, çox qəşəng məqam toxundu. Deyir ki, mən Rusiyada deyəsən, Rusiyada doğulub səhv eləmirəmsə, deyir bizim ailəmizdə belə bir ədənə var idi ki, yatmamışdan əvvəl anam həmişə bizə kitab oxuyurdu. Necə oldu ki, bir dəfə mən gəldim qohumlarımın yanına Naxçıvana, bibimgilə və axşam yatmağa hazırlaşırıq. Birdən bibim deyir ki, gedək yataq. Uşaq deyir ki, hazırlaş yatmağa. Mən dedim ki, bəs kitab,
özümə fikir ki, necə pis bir valideyndir ki, bibim uşaqlarını sevmir, uşaqları oxutdurmur. Çünki mən o qədər deyir, öyrəşmişdim ki, bəs kitab oxumaq, yuxudan əvvəl kitab oxumaq lazımdır ki, kimsə bunu eləməyəndə fikirləşdim ki, o uşaqlarını sevmir. Və görürsüz, sevgi olaraq algılayıb, bəli, qavrayıb. Çünki bizdə cəza, get kitab oxu. Bəli. Yəni kitab oxumağı cəza kimi verəndə uşağın artıq kitaba qarşı da bir sevgisi qalmır, onu cəza kimi görür. Uyda. Bu uydalar mənə düşür nəsə. Nəsə də bu qardaş mən sən düşənlər uşaq tərbiyəsindən olur. Həri fırı mənə cavab verdirirsən. Mən nə deyim, mən uşağıələm indi məktəbə gedir. Nə deyə bilərəm mən? İnsan dinə qorxudanmı, sevgidanmı yönəlməlidir? Opa. Yönəlmə sevgi ilə olmalıdır. Amma dinin içində elə ərəbcə ifadəsindən desək, havf və rəca deyə bir ifadə var. Qorxu və ümid. Amma dinə sevgi ilə gəlməli təbii ki, yönələrkən məsələn atıram, mən kiməsə İslamı anlatmaq istəyirəmsə, zaten anlatmama ehtiyac yoxdur, yaşamam yetərlidir, o da baxıb sevər. Ya da amma illah da anlatacamsa, bax bunlar eləməlisən, yoxsa cəhənnəmdə yanacaqsan, məncə deməmək lazımdır, birinci, bu mənim şəxsi fikrimdir. Amma İslamın için məsələn, mən bu dəqiqə Allahdan həm qorxuram, həm də sevirəm Allahı. Yəni, sevməməm mümkün deyil, zaten bizi yaradıb, var edib, bu qədər nemət verib və s. bitməz, yəni alnımızı səcdədən qaldırmasaq ömür boyu bitməz bunun şükrü, bir şeyin belə, bir gözün belə şükrü bitməz. Amma qorxu da olmalıdır müəyyən qədər, çünki mən düşünürəm ki, indi bu çox təhlükəli bir cümlə deyəcəm, özümlə bağlı. Hadi. Bundan sonra bütün kurs boşala bilər, kamplara heç kəs gəlməyə bilər. Bir müəllim olaraq elə bilirəm ki, insanların formalaşmasını müşahidə edirəm, 20 ildən çoxdur. Və mən görürəm ki, insan müəyyən qədər nədənsə çəkinməlidir. İnsan övladı müəyyən bir çərçivənin içində sərbəst olmalıdır. İnsan elə bir varlıqdır ki, mən buna nəfs deyəcəm, kim də başqa şey inanırsa, başqa bir şey desin. İradə deyə bilər, nəfs deyə bilər, ego deyə bilər və s. Elə bir şeydir ki, nəfs insanı hər şeyi elətdirə bilər. Hər birimizin içində bir oğru, hər birimizin içində bir rüşvətxor, hər birimizin içində bir və s. pis şeylər yatır. Biz onu bir şəkildə saxlayırıq da. Ona görə müəyyən qədər çəkinmə. Mən sinifdə uşaqlara həmişə deyirəm ki, sərbəst ola bilər, sinifin içində sərbəst, oradan nəsə götürməksən, get götür, məndən icazə alma, hətta saqqız çənəmə belə icazə verirdim. Amma mənim çərçivəmdə. Çünki uşağın nə edəcəyi bəllidir. Məsələn, biz hikingə gedirik uşaqların təbiət yürüyüşünə, kamplarda deyək ki, tək sırada getməlidirlər. Mən də dəqiqədən bir qışqıram, geç sıraya, tək sıra, belə sıra başına mən gəlirəm, ortada başqa müəllimlər, ən arxada başqa. Sonra qrup rəhbərlərinə soruşuram, deyirəm ki, düşünürsünüzmü ki, bu adam niyə qışqıra durur, tək sırada gedirəm, sizcə bunun hikməti nədir? Belə deyirlər ki, siz deyin. Deyirəm ki, bax, biz o sıradan çıxandan sonra uşağın nə edəcəyini bilirikmi? Bilmirik. Məsələn, oradan çomaq götürə bilər, oynamaq istəyir uşaqlar, meşəyə girən kimi çomaq götürmək istəyir, yaxşı bir şeydir. Amma onun da istifadə qaydası, eləyə bilməsə doğru istifadə edin, arxadakini gözünü çıxarda bilər, yəni. Qabaqdakına vura bilər. Götürüb qaya atmaq, daş atmaq istəyir, yəni uşaq da istəyir, normal bir şeydir. O sıradan çıxdığı zaman nə edəcəyini bilmədiyimiz üçün o uşaqlar da bizə əmanətdir. Biz ona görə tək sırada aparırıq. Bunları da uşaqlara izah edirik. Qısa boyları qabaqda, uzun boyları arxada. Bəlli bir çərçivə olması lazım ki, təhlükəsizlik formalaşsın. Və uşaq bilməlidir ki, o sıradan çıxarsa, nədənsə o sıradan çıxmaqdan çəkinməlidir. Baş verəcəklərdən, baş verə biləcəklərdən çəkinməlidir. Ona görə dinin içində, dini yaşayarkən yox, qorxmaya ehtiyac yox desəm, Allahın sözünü inkar eləmiş olar. Mən kiməm ki, dinə forma verim, şəkil verim. Bəli, havf və rəca, Allahdan qorxmalıyıq, həm də sevməliyik. Sevgi hər zaman, məsəl üçün, Quran-ı Kərimdə Rahman sözü, mərhəmət sözü qəzəb sözündən daha çoxdur. Qahhar sözündən daha çoxdur. Yəni niyə? Yəni Allah daha çox mərhəmət eləyən, əlbəttə ki, sözsüz ki, mərhəmət eləməsə bu qədər şey verir. Bugün Allahı inkar eləyən, Allaha düşmən olan, Allahı düşmən bəlləmiş insanlara belə Allah hər şey verirsə, o Rahman və Rahim, Rahman sifəti dünyaya, Rəhim sifəti axirətə. Yəni demək ki, Allahın belə bir cəzalandırmaq, əzab vermək kimi bir şey yoxdur da, bir məqsədi, istəyi yoxdur. Amma qorxu məndə olmalı. Mən bilməliyəm ki, o iradəmə qalib gələ bilmədiyim anda, sevgimin yetmədiyi anda qorxu mənim köməyimə yetməlidir və mən onu eləməməliyim. Və hər zaman da bu vardır, ədalətli olsaq əgər, qorxu ilə belə olsa, eləmədiyimiz yanlışların sonunda biz sevinirik. Biz demirik ki, ayda qorxuya görə eləmədim bunu. Deyirik ki, nə yaxşı ki, qorxu ilə də olsa bunu eləmədim. Yəni o ucundakı, nəticəsindəki o böyük vəhşəti görəndə deyirəm, fərqi yoxdur, nəyə görə eləmədim, hər nəyə görə eləmədimsə.
Ona görə çox uzatmayım. İnsanın formalaşmasında hər ikisi vacibdir. Bir pedaqoq kimi aktiv insanlarla, uşaqlarla işləyən birisi olaraq deyirəm ki, müəyyən qədər çəkinmə bax. Qorxu, çəkinmə bunlar ayrı şeylərdir müəyyən qədər. Məsəl üçün uşaq atadan qorxmalıdırmı? Yox, çəkinməlidir. Məsələn, nədən çəkinməlidir? Atanı üzməkdən çəkinməlidir, ananı üzməkdən çəkinməlidir. Məsəl üçün onu məyus eləməkdən çəkinməlidir yeri gəlsə, amma biz cəhənnəmdən də qorxmalıyıq. Yəni bunu inkar etməyə ehtiyac yoxdur. Yəni mən bunu yumşaltmağa çalışmıram. Cəhənnəm varsa, İstəmirəmsə, demək ki, qorxmaq lazımdır. Hətta gözəl bir ifadə var, deyir ki, qorxursanmı? Deyir ki, hə, deyir, qorxma, titrə. Yəni yeri gəlsə titrəməliyik də yəni. Yəni mən əslində sən dediyin axırıncı cümlə ilə tam qatılıram. Məncə heç bunu yumşaltmaq lazım deyil. Bəli. Məsələn mən nə gördüm nədir? Ümumiyyətlə bu gün bizdə niyəsə şey var, sevgi nə deyirlər ayaqlar, ondan bir dənə söz var, totemi var. Sevgi ilə qalın. Mən də yazıram onlardan. Sevgi qalib gəlsə. Qardaş, bir dəqiqə dayan da. Sevgi bəs eləmir axı. Eləmir. Sevgi ümumiyyətlə, sevgi elə bir sən döyüşə çıxırsan, bir dənə sol əlin var. Nə qarasın? Döyüb çırpacaqlar səni. Ona görə də qorxu məncə mütləqdir. İndi biz bunun formatını müəyyənləşdirə bilərik, biz onun içəriğini müəyyənləşdirə bilərik. Amma ki, mən həmişə bir sual verirəm. Deyirəm ki, məsəl daha çox bu xanımlara xas bir xüsusiyyət olur. Deyirəm ki, məsəl kişilər də ola bilər. Deyirəm ki, məsəl üçün sevgilislərə deyirəm ki, sən sevgi bəs deyir, hə. Deyirəm ki, atanı sevirsən, deyir, hə. Deyirəm, atan dedi, hər şey edirsən, deyir, yox. Deyir, görürsən, qorxu olmalı ki, eləyəsən də orada da. Yəni, ata olmasın, kim olur olsun. Məncə ümumiyyətlə insana çəki düzən verəcək bir şey olmazsa, insan özünü buraxacaqdır. Bəli, kesinliklə. Biz dünyəvi qaydalar, qanunları qəbul edirik, düzdür? Niyə? Çünki o qanun olmasa, adam gəlib məni öldürə bilər. O qanunlar məni qoruyur. O adam da qanunun qorxduğu üçün məni öldürmür. Normalda istəyərdi. Əzib keçərdi. Sən şəhərdə polis olmasa. Tam onu deyəcəm. Əlim belə edim, küçəni göstərdim. Küçədəki o yekə maşınlar adamın üstündən keçər. Məsələn, dünyanın bir çox yerindən Azərbaycan o mövzuda yaxşıdır, yol qaydalarında. Mən indi sənin qədər çox gəzməmişəm. Yəni o şeylərdə biz yaxşıyıq müəyyən qədər, nə bilim. Çünki qaydadan o 20 manat cəzadan qorxuruq, 40 manatdan qorxuruq, 200 manatdan qorxuruq, eləyirik. Bəli. Demək ki, nəymiş? Maşın sürənlərin hamısı ağılsız, axmaq adamlar deyirlər ki, ağıl da var, təhsil də var, bax təhsil də düzəltməyib demək ki. Amma 20 manatlı cərimədən qorxur yəni. Yəni tez keçmək istəyir, saçma sapan səbəbdən, hər hansı bir kiçik bir səbəbdən daha tez, daha sürətli getmək istəyir. Amma qorxunu saxlayır. Qorxu şərtdir. Yəni o qorxunu qəbul edirəm, məni qoruyur. Bəs bu qorxunu niyə bəyənməyim ki? Bu qorxu da daha böyük şeylərdən qoruyur. Çünki hətta o qorxunun yetmədiyi yerdə, kameranın olmadığı, polisin olmadığı yerdə də bu qorxu çünki o həmişə hər şeyi görür və çəkir. Devrəyə girir yəni. Bəli. Ona inanır, inanmır ayrı məsələ. Okay. Next, your turn. Mənimdir. Yes. Yenə uşaq çıxacaq. Uşaq çıxsa qırağa qoyacaq. Yaxşı. Bu yaşda həyatın gec olduğunu düşünmək yanılğısı haradan yaranır? O sizin nəslə aid bunu yazan sual yazan. Yəni mənim gec olduğu bir şey inanmıram ki, hardan. Məndə öyle bir hiss yoxdur. Yəni ki, bu yaşda nəyəsə gec olduğu hissi hardan gəlir sual, düzdür? Bərbad bir şeydir, hə? Məndə bərbad bir hissdir. Məndə elə bir şey yoxdur. Belə deyim də, əlbəttə ki, yaxşı, birinci belə deyək. Onda bu nə vaxt yarana bilər bu? Sonra deyək necə bundan qurtulmaq olar? Hissin adı odur ki, gecikmişəm, hə? İndi artıq gecdir. Mən gecikdim, hamı getdi, mən qaldım. Evdə qalanda ola bilər bu. Bu da gec deyil axı, bu da gec deyil axı. Yazan adam evdə qaldı. Yazan adamın da 26-27 yaşı var. Evdə qalmayıb hələ. Qalmayıb hələ vaxtı var. O limit hələ var. Deməli, bu harda yarana bilər? Müqayisə ilə ehtimal ki, yarana bilər. Çünki onlarda var nəsə, atıram da, o xaricə getdi, o evləndi, o müdir oldu, o 50.000 qazandı, o ev aldı, o maşını aldı şeyindən olur. Mənim özümü sakitləşdirdiğim bir dənə misal var, cümlə var. Mənim mamam onu mənə demişdi. Uşaq vaxtı olanda. O deyir ki, mən 8 aylıq doğulmuşam yeri gəlmişkən. Çox hiss olur. Hayır, sonra deyirəm, orada belə 9 ay qalmamışam. Mən 6 yaşım olmamış, 6 yaş olamış getmişəm məktəbə. Mən məsəl üçün Gəncədə o vaxtı çox kifayət qədər prestijli olan bir Gəncədən baş dövlətin beynəlxalq münasibətlərə qəbul olmuşam, deyiblər ki, səndə o alınmaya bilər, daha sadə bir şey seç. Mamam həmişə bir dənə qəşəng söz deyir ki, hər kəsin öz qisməti var. Ona görə mən qismətdən çox inanıram. Nə baxım, müsəlman olmamışdan əvvəl də buna inanırdım. Bu məni rahatlaşdırır ki, nəyin davasını aparırsan. Yəni onsuz da günün sonunda biz bununla nəyindən imtahan olunacağıq, ona baxmaq lazımdır. Gecikmək müqayisədən gəlir. Mənə görə ən vacib səbəb burdandır. Necə bunu eləməyək?
Baxmalıyıq ki, önəmli olan şey nədir? Bir dənə yeganə nə çox istəyərəm olsun, bəlkə onda deyə bilərəm ki, biraz gecikmişəm. Səhvdir yoxsa düzdür bu ayrı sualdır da. Daha çox övladım olmağını istəyərəm. Bir dənə istədiyim şey odur da indiki halda bəlkə də. Amma bu da gecikməmisən. Yox, ümumiyyətlə deyirəm, bəlkə, inşallah ki, bəlkə Allah qismət eləyə daha çox olar. Bəlkə bu ola bilər. Amma belə mən elə bir həyata olduğum kimi özümü kifayət qədər rahat qəbul edirəm deyə mən gecikmək, olmamağa baxmıram elə. Deyirəm ki, qardaş, bu gün məndə elə şey var ki, adamlar növbə ilə bunu məndən almaq istəyə bilərlər. Mən ona baxmaq istəyirəm. Yəni naşükürlüyün səbəbi də oradan gəlir də elə. Gecikmə nə ola bilər? Atıram da, İslam'a gec gəlmişəm, ola bilər, amma onsuz da gələndə də sıfırlanırsan da, deyirəm, orada pis deyil. Gecikmə nə ola bilər? Gec evlənmisən, bu ola bilər. Bir dənə bu ola bilər. Amma digər hər şey və yaxud da gecikmə nə ola bilər? Sağlamama daha gec baxmağa başlamışam. Bir dənə bax bu sağlamlıq məsələsidir. Evliliklə razı deyiləm, amma bu ola bilər. Yaxşı. Amma hər halda mən düşünürəm ki, mən oradan baxmıram. Mən baxıram ki, hər şeyin öz vaxtı var. Öz qisməti var. Mən sadəcə əlimdən bax rusların bir yaxşı sözü var. Tərcüməsi necə olur? Deyir ki, səbəblərdən yapışmaq lazımdır. Bir insan nə vaxt ki özünü daha yaxşı tanıyır, o vaxtdan sonra müəyyənləşdirir ki, ona nə lazımdır? Nə lazımdır? Sağlam mühit, sağlam qida, həm beyin üçün, həm bədən üçün, sağlam ətraf, sağlam iş budur. Bir də dediyim kimi şükür çox vacib şeydir. Məsələn mən İslamda ən çox sevdiyim söz əlhəmdülillah sözüdür. O qədər çox sevirəm o sözü. Və deyir ki, şükür etməyə bacarmaq, şükür etmə bacarığına sahib olmaq özü bir şükürə bərabərdir. Onun üçün əlavə bir şükür olmalı ki, nə əcəb bunu, nə qəşəng ki, nə yaxşı ki mən bunu anlayıram. Əlhəmdülillah sözünü o qədər sevirəm. İnsan olsa qucaqlayıb buraxmaram onu da. Həqiqətən çox qapsamlı bir sözdür. Buradan ona görə də gecikmə hissi bugünkü nəslə şeydir. Onlar gecikdiyini düşünürlər. Mən gecikdiyimi düşünmürəm. Çünki dünya çox sürətli gedir. Dünya çox sürətli gedir. O bir hekayə var, qızıldərili hekayəsi. Bir ağaca söykənil vəziyyətdə dayanıb deyirlər ki, nə edirsən? Deyir ki, gözləyirəm. Deyirlər ki, nə gözləyirsən? Deyir ki, ruhumu gözləyirəm. Çox sürətli qaçdım, o geridə qaldı. Bu dövrdə bu var, yəni dövr sürətli gedir, hər şey dəyişir, hamı qaçır. Zaten qaçırıq da dünyanın arxasınca. Türkiyədən gəlməyimə 1-2 gün qalmışdı. Belə bir seminardaydım. Orada spiker dedi ki, dünya 18 yaşında bakirə bir qızdır. Hər kəsə evlənmək sözü verib, amma heç kəsdən evlənməyib. Hamı da onun arxasını qaçır. Çox xoşuma gəlmişdi, yəni. Yəni ona görə ya o tələsmə, gecikmə məsələsi sürətli gedən bir dünyanın gecikənləri var kimi verilir. Ona görə ki, daha çox o gecikdiyini düşünənlərə daha çox şey satıla bilsin deyə. Normal sualdır. Amma bizim cəmi maksimum 10 dəqiqəmiz var. Münasibətlərdə ego və sevgi arasında incə bir xətt var. Elə də iddia edir yazan. Bu sərhədi keçməmək üçün təcrübəli axı. Bu sərhədi keçməmək üçün nəyə diqqət etmək lazımdır? Mən deyərdim ki, elə bu problemlər bayaq toxunduğu ikisi də fərd olub, formalaşıb sonra birləşməlidir. Məncə burada egonu eləyən adam başqa münasibətlərində də o egonu eləyər. Məsələn, komanda işi ilə işləyir, başqasının qəşəng fikrinə deyə bilməyəcək. Nə qəşəng fikrin var, deyə bilməyəcək. Mən yanlış düşünmüşəm. Sən nə qəşəng dedin, tamamladın. Çox ağır bir cümlədir bu, nəfsə ağır gələn bir şeydir, egoya belə deyək də. Məncə o adam zaten formalaşmayıb. Yəni ona görə bunu eqom üçünmü eləyirəm, sevgim üçünmü eləyirəm? Məncə onu öz-özünə soruşsa onun cavabını bilə bilər. Əslində bir balaca barəş olması özünə dürüst olsun. Çünki onun cavabı məncə heç kəsdə yoxdur. Sadəcə özünə bir Allah bilər, bir də özü. Onu oradan biləcək ki, bir balaca dayansa desək ki, atıram özü deyə bilər ki, come on da, yəni səmimi ol, sən egondan deyirsən bunu. Amma bunu eləməməsinin yolu isə tək formalaşmasıdır. Yəni yenə deyirəm, həmin o adam məncə hər kəsə qarşı eyni davranışı sərgiləyər. Mənim cavabım. Mən bir şey yadımdadır. Günlərlə bir dəfə söhbət edirdik. Günlərin yadına düşəcək bu söhbət harda olub. Günlər mənə bir dənə sual verdi ki, özünün dərk mərhələlərində özünün dərkdə fərqli mərhələlərdə olan insanlar buna necə reaksiya verməlidirlər? Tutaq ki, oğlan çox yaxşı özünün fərqindəliyi var, xanımın yoxdur və əksinə. Biri digərinə qalxmalıdır, yoxsa biri digərinə düşməlidir. Bax, bu çox önəmlidir. Çünki günlərin verdiyi keysdə o kişi və yaxsa qadın özünün dərkdə çox sinifdə qalır. Və həqiqətən də sən nə verdin cavabını? Düşməlidim, qalxmalıdım söhbətində? Qaldırmaq lazım, düşmək olmaz. Məncə düşüb qaldırmalıdır.
düşmək yox, qaldırmağa qalxmağa təşviq etməlidir məncə. Yəni düşüb qaldırmalı. Düşmək şərt deyil orada. Yuxarıdan aşağı qaldıra. Əlini uzatmasan. Hə. Çünki sən düşsən, o təhlükəli ola bilər. Yox, mən düşmək o məndə yox. Yəni onun dəstək olmalısan hər halda. Yanında olmaq. Bəli, amma o yanında olmaqsa adam birinci qəbul etməlidir ki, o aşağıdadır. Təhlükə oradandır ki, adam elə bil ki, o yuxarıdadır. Ən ciddi problem orada olur. Kibir olmaya bilər. Cahillik daha düzdür. İşte cahillik də kibirdən gəlir. Yəni ən böyük cahillik elə kibirdən gəlir. Bilmədiyini bilməməkdə. Çünki deyir ki, mən bilirəm. Dolayısıyla bilmədiyini bilmir. Bilməm nə qədər bu kibirdir yoxsa yox, ola bilər ki, odur. Hələ onu biraz düşünməliyəm də. Amma hər halda mənim bu gün gördüyüm ən böyük itkilər oradan olur, kibirdən olur yəni. Yəni əlbəttə ki, təkəbbürlü insanlar Allahın ən çox sevmədiyi qollardan biri, xüsusiyyətlərindən biridir də. Amma mənim də gördüyüm odur ki, məsəl üçün çox fərqində olmaq da bir şey deyil. Sən niyə? Çünki tək qalırsan ona görə. Məncə bax, fərqində olmağın iki dövrü var. Aha. Fərqində olmağa başlayanda təkləşirsən, biraz daha dərinləşəndə hər kəsi qəbul edib, onda o zaman cəmləşirsən. Yox, mən razı deyiləm. Mən razı deyiləm. Sən sadəcə onun başını buraxmısan artıq. Bu üçüncü mərhələdir. Bu üçüncü mərhələdir. Nəşi, Facebook. Bəlkə üçüncü mərhələ. Çünki məncə səni də bir vaxtlar kimlərsə qəbullanıb ki, sən onların yanında olmusan. Yox, bildim. Bundan razıyam. Yəni təkəbbürlü səslənməsin, amma ki, elə bir prosesdə olan insanla prosesdə olmayan insanın fərqi var. Kişi və ya qadın fərqi yoxdur. Çünki sən adamın fikirlərini oxuyanda belə deyirsən ki, o da nə maraqlı fikirdir. Sən oxursan, hə. Məncə sən oxuyursan. Sən oxumuşdun. Yenə uşaq sual verirəm sən. Yenə dini biliklərlə mənəvi dərinlik arasında balansı necə qorumaq olar? Dini bilik normalda insanı dərinləşdirməlidir. Məncə Günel xanım 1000 dənə söz atıbdır ChatGPT-yə. Prompt yazıb ki, bunlardan yan-yana düz bunları. Əlifba sırası ilə. D, B, C, A belə. Bunun cavabı aslında çox asandır. Deyim qısa, hə, ki o əslində normal təfəkkürlü dini biliklər insanın dərinliyini artırır. Son sual. 30 yaşından sonra dostluqların və münasibətlərin keyfiyyəti necə dəyişir? Məncə bu qəşəng sualdır. Bəyəndim bu sualı. Buyur abi. Bu mənim növbəmdə sənə verirəm bu sualı. Yox, məncə sən cavab ver. Mən də cavab verəcəm. Hər adamın 2 dəqiqə vaxtı var. Dostluqların və münasibətlərin keyfiyyəti necə dəyişir? Məncə insan 30-dan sonra daha da biraz daha formalaşmış olur. Əlbəttə ki, hər keçən il insan daha da formalaşır və biraz daha seçici olur, sözsüz ki. Münasibətlərin keyfiyyəti bəlkə kəmiyyət azalsa da, keyfiyyət artıq seçilib sona qalanlar olduğu üçün məncə sənə nəsə qatan bir dostluqlar olur. Keyfiyyət yönü bu olur. Hər görüşdə ruhun dincəlir. Yəni məqsəd qatmaq deyəndə mütləq yeni bir nəsə öyrənmək, maddi bir şey deyil, amma ən azından görüşəndə ruhunun dincəldiyi, darıxdığın insanlar olur. Deyirsən ki, filan kəslə bir çay içə bilsəydim, bir deşarj olardım. Təkrar bir, sən bayaq demişkən, bir adaptır qoşulardı. Yəni məncə 30-dan sonraki dostluqların keyfiyyəti o şəkildə dəyişir. Yəni seçilib sona qalanlarla keçirdiyin vaxtın sənə qatdığı dəyərlər. Mən sizə bir dənə bir şey gətirim. Doğruya, səni davamlı doğruya dəvət eləyən və yanlışdan çəkindirən. Biz ayrı mövzuya girdik. Burada dayanıram. Deməli, mən bir şey etiraf edeyim. Bəlkə sizlərə bəlkə danışmışam. Yoldaşlar bunu dəqiq bilmir. Mənim ətrafımda ən azı yüzlərlə insan var. Mən könüllü olaraq gəl görüşək dediyim 5 nəfər var, yoxsa yoxdur. Bu bir. İkincisi, o qədər case olur ki, o casedə mən sonda tək qalmağı seçirəm. Məsələn, olur bazar gündür də, 3 saat, 4 saat vaxtım var. Neyniyim? Baxıram ki, kimdən görüşüm. Düzdür, indi bugün burada case həmdə olur ki, mən bugün subayam və ətrafımın çoxusu evlidir və evlilər heç vaxt boşanmış kişinin dərdini heç vaxt başa düşə bilməzlər. Bunu sən bilirsən, bunu mən bilirəm. Heç vaxt. Bu ayrı mövzudur, amma bu ayrı çox fərqli bir dərddir. Çünki subay olmaq ayrı bir şeydir, boşanmış olmaq tam fərqli bir şeydir. Əl-qərəz bunu bir dəfə danışarıq. Amma həqiqətən də bugün o qədər mən bu problemdir. O qədər seçici olmuşam ki, mən əslində ətrafımda nə qədər insan olsa belə deyirəm ki, kimdən görüşürəm ki, heç nə ki, özün deyət fırlan. Bu da adamı yorur. Çünki sən nə qədər özünlə söhbət edəcəksən, nə qədər şey gələcəksən. Məncə bu problemdir. Yəni 30-lardan sonra ekstremə qaçmaq olmaz. Çünki çox seçici olursan, çox seçici olmaq da 30-lardan sonra münasibət qurmağın problemi olur da. Çünki sən artıq əvvəldən potensial olaraq problem görürsən ki, bunda bu var, bu buradan yapırtacaq şey olmaz. Hər şey kəsirsən. Axırda kəsmə üzrə mütəxəssis olursan. Ona görə məncə razıyam ki, seçiciliyi olur və bu da çox
bir müddət sonra problem olacaqdır. Bir də münasibətlər azaldıqca münasibətlər dərinləşir. Bu da asıllıq yaradır hardasa ki, sən burada olan dərinliyi yeni insanlarda axtarsan, onu tapa bilmirsən. 30-lar məncə dərinliyin şeyidir, bir göstəricisi olur çox vaxtı. O da çətin tapılan bir şeydir. Məsələn, Sərxanla görüşüb çay içə bilim deyə mən xarici köçmürəm. Yəni bu dəqiqə çox yüksək məbləğlərdə təkliflər var. Sərxanı tərk edə bilmirəm. Deyim, yanlış olmayacaq millətə. İndi Sərxan yoldaşım məncə baxacaqdır. Sənin yoldaşın məncə baxacaqdır. Bu ayrı sualdır. Amma necə məsləhətdir? Necə məsləhətdir? Dostluq önəmlidir. Sərxan yaxşı bir dostdur. Eyvallah. Eyvallah. Son olaraq bizim ölkədə qalan az dostumdan biri qalanlar gediblər. Son olaraq nə demək istəyirsən auditoriyaya? Ümid edirəm ki, faydalı oldu. Məncə ön yargılı olmamaq lazımdır həyatda. Hamını dinləmək lazımdır. İnsan bir daha düşünməlidir ki, mən bu düşüncədə öz düşüncəsini özünü təkrar sorğulamalıdır. Belə yəni başqa nə deyim, hər kəsə xoşbəxtlik, huzur axtardığını tapsın hər kəs. İnsan nədə xoşbəxt, huzurlu olursa, indi dəyişmir mən də sənin kimi huzurlu olursa, hər kəs onu tapmağı necə deyim, diləyirəm. Təşəkkür edirəm abi, çox maraqlı söhbət oldu məncə. Amma məndə bir yarımçılıq hissi qaldı. İstəyirsən. Bir uzun bir yol lazımdır bizə. Biz danışmışıq da ustad, biz danışmışıq ki, biz inşallah finaldə götürərik məncə. Götürərikmi? Baxarıq da. Ortadan bizə sual versin. Baxarıq. Suallara görə də Günel xanıma təşəkkür edirik həqiqətən. Yəni söhbətin yaxşı alınmasındakı başlıca səbəb məncə şeydir. Suallardır, doğru suallar, doğru cavabları gətirir. Əziz tamaşaçılar, bu gün bizim yeni bir formatımız idi. Siz də xahiş edirəm fikir bildirin. Ümumiyyətlə Babat mənə görə ona görə başlamışdı ki, mən özümə maraqlı həm söhbətlər axtarırdım və özümün buna ehtiyacım vardı. Siz də bundan zövq alırsınızsa, xahiş edirəm like eləyin, share eləyin, komment yazın. Çünki YouTube alqoritmi və Instagram, YouTube, Facebook alqoritmi hamısı buna fikir verirlər, xüsusən şərhlərə və bir də abunə olmaq çox vacibdir. Mən bunu davam etdirmək istəyirəm. Sizə də bu maraqlısa, siz də yazın. Kimi görmək istəyirsiniz, necə görmək istəyirsiniz, hansı suallar görmək istəyirsiniz. Yəni daha prosesə cəlb olun ki, biz də bunu görək. İnşallah çalışacağıq ki, hər ay bu olsun, amma sizlə bir yerdə inanıram ki, daha yaxşı səviyyəyə qalxa bilərik. Mən zövq aldım. Siz nə fikirləşirsiniz, onu bölüşərsiniz. Bye bye.